Salamlar. Bəli. Bugün sizlərlə Trabzon vlogumu paylaşıram. Əvvəlcə onu qeyd edim ki, ilk dəfə idi Türkiyəyə gəlirdik. Gələn kimi otelimizə yerləşdik və biraz şəhəri gəzməyə çıxdıq. 3 milli mağazalarına baxdıq, orada Və qarşımızda belə bir muzey çıxdı. Buranı gəzməyə qərar verdik. Muzeydə Trabzonun tarixinə dair çoxlu maraqlı məlumatlar öyrəndik. Tarixi əşyalar, geyimlər, silahlar, məişət əşyaları və bəzək əşyaları ilə tanış olduq. Yaşa Mustafa Kemal Paşa yaşa. Adın yazılacaq Mücəffər Paşa. Mənim üçün ən maraqlı yerlərdən biri Trabzon olduğu üçün ilk bura gəlməyə qərar verdik. Məhz quymaq üçün bura gəlməyə dəyərdi. Trabzon, we don't say tea time, we say çay vaxtıdır uşaq. Yaşa Türkiyə, yaşa Azərbaycan, yaşa Türkiyə. Harikasın. İkinci gün belə maraqlı yerə gəldik. İlk dəfə gəlməyimizə baxmayaraq, şəhər bizə çox doğma gəldi. Bura çox əyləncəlidir, çox. Qardaşım və mən heyvanları, balıqları, quşları çox sevirik. Ona görə də bura bizə çox maraqlı gəldi. Gördüyünüz kimi çox da əyləndik. Çıkart. So beautiful fish. Öz aramızda arada qorxurdum. Amma şələrə toxunandan sonra qorxum keçirdi. Akvaryumdan sonra kuş parkına keçdik. Yatır baş öyle. Okula bak diye şahane var. Tane tutur sağ. Otur bak. Bravo. Aa baktım. Tavus kuşu da o. Hə, tovuz quşu. Ana tovuz quşu. Bura çox möhtəşəmdir. İlk dəfə idi belə uzun sürüşdən gördük. Və çox əyləndik. Trabzona gəlib Atatürk köşkünü görməmək olmazdı. Valideynlərim mənə Mustafa Kemal Paşa haqqında çox danışıb. O, Türkiyənin qurucusudur və uşaqları çox sevirdi. 1934-cü ildə Atatürk sağolanda başladı. Atatürk Trabzona gələndə bu evdə qalıb. Atatürk'ün özü burada üzərində işləyib. Xəritənin üzərində qeydlər var. Ha, burada Atatürk'ün Kitabxanası. Kitabxanası. Kitablar özünə aid yəqin. Köşk çox gözəl və tarixi yerdir. Bu gün insanlar onu ziyarət edərək Atatürk'ü xatırlayır. Bu bina çox qədim binadır. O, dənizin kənarında yerləşir. Dünyanın hər yerindən insanlar Ayasofyanı görmək üçün gəlirlər. Və bu da Trabzonspor stadionu. Və yollandıq Araklı ilçəsinə. Gözümün önündə tam bir sənət nümayiş olundu. Və mənə hədiyyə edildi. Təbii ki, burada mənim də bir imzam olmalı idi.
Araklı başkanı bizi çok hoş karşıladı. Azərbaycana gəlin, Bakıya Tamam gəlin. geliriz biz. Biz de seni burada görmekten çok mutlu olduk. Biliyorsun Şuşa'yla Trabzon kardeş şehir. Ya biz kardeş şehirlerin evlatlarıyız. İki devlet bir milletiz biz. Kardeşiz biz Azerbaycan'la. Teşekkür ederim. Ben sana teşekkür ediyorum. Azerbaycan'dan buralara kadar geldin bizi memnun ettin. Çok memnun olduk. Seviyoruz Trabzon'u. Biz de sizi seviyoruz. Hem Azerbaycan halkını hem Azerbaycan'ı seviyoruz. Her daim beraber olacağız inşallah. Ve yolumuzun üstündeki fırtınaların çay zavoduna da gittik. Fırtınaların deyirəm, ama burası Koçeri'nin. İndi isə sizi Uzungöldəki ilk otelle tanış edəcəm. Düzdür, hava yağışlı idi, amma buranı görməyə dəyərdi. Burada görəcəyiniz çox şey Dursun Ali Baba öz əlləri ilə edib. İndi isə qıza Aysel xaladan qısa məlumat eşidək. Almanya'ya gittikten sonra muhtemelen orada kültür balıkçılığı diye bir şey olduğunu görüyor. Yani havuzlarda alabalık yetiştirildiğini görüyor. Orada 5 yıl işçi olarak çalışıyor. Sonra eşini kaybediyor, ilk eşini. Dolayısıyla orada kalmak istemiyor o şeyden sonra, olaydan sonra. Uzun süre tekrar geri dönmeye karar veriyor. Şimdi herkesin Almanya'ya gitmek için can attığı bir dönemde babam buraya geri dönüyor ve orada kazandığı parayla kuyu kazıyor. Herkes diyor ki eşini kaybettiği için delirdi. Hiçbir anlam veremiyorlar yaptıkları şeye. Büyük babam onunla 6 ay kadar konuşmuyor babamla. Ondan sonra babam ona ne yapmak istediğini anlatıyor ve ölünceye kadar da hep destek oluyor babama. Sonra kardeşleri ona katılıyor. Birlikte bu şeyin temelini atıyorlar. Yani turizmin temelini atıyorlar bölgedeki. Burada çox özəl insanlarla qarşılaşdıq. Dursun Ali Babanın sənətkarlığı özünü hər yerdə göstərirdi. Bura tam bir cənnətdir. El işidir bunların. Atası işte babası gelir. Yatakları, bu yatakları. Buradaki bunları, bu hisselerin hamısı el işi. Bunlar el işi. Və bu da Dursun Ali Babadır. Taş burada, evet taş. İndi isə biraz muzeyə gəzək. Bu muzey xalqa açıq muzeydir. Bu isə taxta buzdur. Hava soyuq olmasaydı bu araba ilə gəzəcəkdik. Mesela Güney, bu travertin var abi. Bir demir tozu olan taşlarını Bunlar şu parlak parlak. Bu muzeyin əsas məqsədi Uzungöl və Qaradəniz bölgəsinin tarixini, mədəniyyətini, ənənələrini və təbiətini gələcək nəsillərə çatdırmaqdır. Evde aynı zamanda çocuğu oyalayacak, anne de vakit kalacak bir mantık. Muzeydə heyvanlar da gördüm. Sanki canlı idilər. Çox maraqlı idi. İndi isə Dursun Ali Babanın oğlu Məhməd İnan əmidən biraz kamança dinləyək. Ben seni sevdim ida dünyalara bildirdim. Muhsin əmi və Ərdə nə gözəl oturublar. Bu akan derelere denizden dolar. Söyle sana güzelim sonumuz ne olur. Ya ben anlatamadım ya sen anlamıyorsun. Ellere yamurum ben anlatamıyorsun. Limandır liman aman aman. Singardiyan balose. Belə maraqlı dəqiqələrdən sonra yollanırıq Uzungölə. Karadeniz puslidir, bulutlara yaslıdır. Doğrudan da Karadeniz bugün çox puslidir. Daha sonra yemək yemək üçün çox gözəl bir məkana getdik. tarafta da Fınıqlıyorla restorana çıxdıq. Quymaq. Ronaldo və quymaq. Elo. Bax bu mənzərəni görmək nəyə desən dəyər. Daha
Daha sonra Esmət Çavuş tesislərinə getdik. Dizidəki məkanları görmək mənim üçün çox maraqlı idi. Biz Trabzona gəlmədən öncə atam mənə bir hekayə danışdı. O Ərən Bülbül haqqındaydı. Bu hekayə məni çox təsirləndirdi. Buna görə də qərar verdik ki, Ərən Bülbülü də ziyarət etməliyik. Şu dərədən sular aktı. Şu köpürdən kimlər baxdı. Yüreğimi kurşun yaktı. Sana değdi Ərən Bülbül. Sana değdi Ərən Bülbül. İyi ki varsın Ərən. Bizim evdə ən çox qulaq asılan müğənnilərdən biri də Volkan Konak'tı. Bu isə Kamil əmidir. O bizi çox gəzdirdi. Biz onu çox sevdik və bizə Türkiyə bayrağı hədiyyə etdi. Sen pilot mu olacaksın? Alacağım. Ver bana. Trabzona gəlmişkən, əlbəttə ki, pide də yeməliydik. Bir de kim yaptı sana? Sen yaptın. Sen pişirdin. Sen yaptın. Bu isə Ardadır. O bizim Trabzonda ən yaxın dostumuzdur. Cəzular dərəsi bizim üçün çox maraqlıdır. Düzdür, əvvəldə biraz qorxduq, amma sonra eğlənməyə başladıq. Kötü cadı görün, nə səhirlər toplayır bu ölkədə. Bir də belə bir maraqlı yer var idi. Burada hər şey tərs idi. Və bizdən müsahibə də aldılar. Arda ilə oynamağı çox sevirik. Son olaraq botanik bağa getdik, orada da əyləndik. Və təbii ki, alış-veriş etmək də lazım idi. 5 günlük səyahətim bu qədər. Ümid edirəm bəyəndiniz. Mən Trabzonu çox sevdim. Bu mənim Trabzona ilk səyahətim idi. Trabzon görüşmək üzrə. Amma son olmayacaq. Hələlik.